Film janrlarının insan xarakteri ilə müəyyən qədər bağlılığı var və bu əlaqə həm şəxsiyyət xüsusiyyətləri, həm də insanın həmin dövrdə yaşadığı psixoloji vəziyyətlə formalaşır. İnsanlar təsadüfi şəkildə janr seçmir. Əksər hallarda seçim onların temperamentinə, emosional ehtiyaclarına və daxili dünyasına uyğun olur. Məsələn, həyəcan və risk hissini sevən, gündəlik həyatda monotonluqdan tez sıxılan insanlar daha çox qorxu və triller janrına meyilli olurlar. Analitik düşünməyi sevənlər dedektiv və elmi fantastik filmlərə üstünlük verir. Empatiya səviyyəsi yüksək olanlar isə dram janrında özlərini daha rahat tapırlar. Yəni, baxdığımız filmlər bir növ daxili dünyamızın güzgüsüdür. Son vaxtlar qorxu filmlərinin sənə daha maraqlı gəlməsi də təsadüfi olmaya bilər. Bunun həm fiziki, həm də psixoloji izahı var. Qorxu filmi izləyərkən bədəndə real təhlükə zamanı baş verən proseslərə bənzər reaksiyalar yaranır. Adrenalin artır, ürək döyüntüsü sürətlənir, stres hormonu olan kortizol yüksəlir və eyni zamanda dopamin ifraz olunur. Maraqlı məqam budur ki, beyin təhlükənin real olmadığını anlayır. Bu isə təhlükəsiz risk effekti yaradır. Yəni, bədən həyəcan yaşayır, amma şüur təhlükəsiz olduğunu bildiyi üçün bu həyəcan zövqə çevrilir. Bəzi insanlar məhz bu hormonal və emosional intensivliyi sevir və təkrar yaşamaq istəyir. Psixoloji baxımdan isə qorxu filmləri daxili gərginliyi boşaltmağa kömək edə bilər. İnsan bəzən gündəlik həyatda ifadə edə bilmədiyi stresi və narahatlığı film vasitəsilə yaşayır və boşaldır. Eyni zamanda, qorxu janrı bastırılmış qorxularla təhlükəsiz mühitdə üzləşmə imkanı yaradır. Film bitdikdən sonra qorxdum amma sağam hissi nəzarət duyğusunu gücləndirir və psixoloji rahatlama yarada bilər. Həyatda risk və emosional intensivlik az olduqda, beyin bunu kompensasiya etmək üçün daha güclü stimullar axtara bilər və qorxu filmləri bu ehtiyacı qarşılayır. Janr zövqünün zamanla dəyişməsi də normaldır. İnsan stresli dövrdə ya daha yüngül və komedik məzmuna, ya da əksinə, daha intensiv və gərgin janrlara yönələ bilər. Bu dəyişiklik mütləq mənfi bir göstərici deyil, əksinə, psixikanın özünü tənzimləmə mexanizminin bir hissəsi ola bilər. Yəni, son vaxtlar qorxu filmlərinə marağının artması, ya həyəcan ehtiyacının yüksəlməsi, ya daxili gərginliyin boşaldılması, ya da sadəcə olaraq beynin yeni və güclü stimul axtarması ilə əlaqəli ola bilər. Baxdığın filmlər əslində sənin həmin anda nəyə ehtiyac duyduğunu göstərən incə siqnallardır.